Choose the correct variant. Doğru variantı seçin. Biz burada mübtəda xəbər uzlaşmasına düzgün diqqət etməliyik. There are a book and 3 pens on the table. There is ifadəsində özünə ən yaxın olan isim nədirsə xəbər onunla uzlaşmalıdır. A book tək olduğu üçün biz burada is qeyd etməliyik. Are səhvdir. B variantında there are a book and 3 pens on the table yesterday. Zaman zərfi keçmiş zamana aiddir. To be'nin forması indiki zamandadır. Eləcə də a book təkdir, amma are cəmdə yazılıb, ona görə yanlışdır. Yəni burada əslində was qeyd olunmalı idi keçmiş zamana görə. C variantında there is a book and 3 pens on the table yesterday yazılmışdır. Əslində a book tək olduğu üçün is'in tək olması doğrudur. Ancaq zaman zərfinə görə burada to be'nin forması was qeyd olunmalı idi. Is yanlışdır. Daha sonra D variantında there were a book and 3 pens on the table yesterday. A book təkdədir, were'in cəm olması səhvdir. Zaman zərfinə görə isə düzgün yazılmışdı to be'nin forması. Sadəcə mübtəda xəbər uzlaşmasına görə was qeyd olunmalıydı. Və Y variantı artıq doğru cavabdır. Yesterday zaman zərfinə görə to be'nin was yazılması doğru götürülür və a book ismi tək olduğu üçün biz xəbərin təkdə olmasını düzgün götürmüş olacağıq. Qeyd etdiyimiz səbəblərdən dolayı düzgün cavab Y variantıdır.